Salam əziz şagirdlər. Bundan əvvəlki videolarda biz sizlərlə müxtəlif mövzular üzrə writing nümunələrinə baxmışıq. Bu dəfə isə daha bir writing mövzusunun izahını verəcəyəm. Mövzumuz belədir ki, should children spend less time on social media? Yəni, uşaqlar sosial mediada az vaxt keçirməlidirlərmi? Belə bir mövzudur. Ötən videodan artıq bilirik ki, mən sizə izah eləmişdim ki, writingimizi birbaşa topic sentence yox, ümumi fikirlə, yəni mövzuya girişlə də başlamaq olar. Çünki bu bizi söz baxımından qabağa salır. Bildiyiniz kimi minimum 100 söz tələbi var. Ona görə bu dəfə mövzuya belə bir giriş vermişəm. Birbaşa topic sentence-ə girməmişəm. Mövzuya giriş ki, nowadays social media is a common part of children's lives. Yəni günümüzdə sosial media uşaqların həyatının ümumi bir hissəsidir. Burada mövzunu ümumi şəkildə belə təqdim eləmişəm. Yəni hələ şəxsi mövqe bildirilməyib. Sadəcə olaraq müzakirə olunan mövzuya giriş edilib və nowadays sözü yadımızda saxlayaq ki, müasir və aktual mövzular üçün çox uyğun, uğurlu giriş strukturudur. Sonra topic sentence'imiz gəlir. Artıq siz öz mövqeyinizi ortaya qoymalısınız. In my view. Buna da bir neçə cür başlamaq olar. Topic sentence'a öz fikrinizi vermək olar. Məsələn, I think, I believe, in my view, from my point of view. Personally, I think that, it seems to me that və s. Bu dəfə in my view-dan istifadə eləmişəm. In my view, children should spend less time on social media because it can improve their concentration and help them build stronger relationships with people around them. Bu bizim paragrafın topic sentence'idir. Topic sentence'də mütləq müəllifin mövqeyi açıq-aydın ortaya qoyulmalıdır və bu mövqeni inkişaf etdirəcək iki fikir verilməlidir. Və biz bu iki fikrə də controlling idea deyirik. Yəni, müəllifin, writing-i yazanın opinionu, fikri budur ki, children should spend less time on social media. Bu konkret olmalıdır, ümumi fikir olmaz. Sonra inkişaf elətdirəcəyim fikir nə olacaq? It can improve their concentration. İkinci, it can help them build stronger relationships with people around them. Yəni, bu onların konsentrasiyasını inkişaf elətdirə bilər və ətrafındakı insanlarla daha güclü münasibət qurmağa kömək eləyə bilər. Topic sentence-də sizin mövqeyiniz aydın olmalıdır və mütləq ki, controlling idea verilməlidir. Yəni, demək, biz paragrafı iki istiqamətdə inkişaf elətdirəcəyik. Bir dəfə improve concentration-ı açacağıq, inkişaf elətdirəcəyik. Növbəti dəfədə isə build stronger relationships. Yəni, məhz bu iki controlling idea ilə əlaqəli olmalıdır bizim writingimiz axıra qədər. Birinci səbəbə keçək. Less social media can improve concentration hissəsinə səbəb verək. Birinci səbəbləri də ki, müxtəlif bağlayıcı sözlərlə başlaya bilərik. Firstly, first, first of all, to begin with, to start with. One important reason is that. Mən bu dəfə belə başlamışam, çünki daha çox sözdür. One important reason is that 5 sözdür, firstly bir söz. One important reason is that spending less time online can help children focus better on their studies. Deməli, one important reason is that-lə birinci səbəbi təqdim eləyirəm. Və bizim birinci controlling idea nə idi? Improve concentration-da, yəni it can improve their concentration. Yəni onu, bu ümumi bir fikirdir. Bu fikri biz necə inkişaf elətdirdik? Deməli, spending less time online help children focus better on their studies. Burada da izahını vermişəm ki, yəni improve their concentration ümumi fikirdir. Bu cümlə isə onun necə və hansı sahədə özünü göstərdiyini izah eləyir. Yəni, yeni istiqaməti açmırıq. Birinci controlling ideyamızı inkişaf elətdiririk, konkretləşdiririk. Sonra isə nümunə ilə o fikri konkret olaraq açırıq ki, nə demək istəyirik. Nümunələr də for example-la, for instance-la başlamaq olar.
A good example of this is-lə, to give an example-lə bu dəfə for instance-dan istifadə eləmişəm. For instance, a student who does not check social media while doing homework can finish tasks more quickly and carefully. Yəni, məsələn, sosial mediadan istifadə eləməyən bir şagird, bir uşaq ev tapşırığı eləyərkən tapşırıqları daha sürətli və diqqətli yaza bilər. Deməli, for instance-la səbəbimizə konkret nümunə vermişəm. Gəlin baxaq, controlling ideyamız necə idi? It can improve their concentration. Səbəbimiz nə oldu? Children can focus better on their studies. Nümunəmiz nə oldu? Yəni, dərslərinə necə daha yaxşı fokuslana bilərlər? A student və yaxud a child who does not check social media can finish homework more quickly and carefully. Yəni, better concentration fikrini real bir vəziyyət, doing homework üzərindən göstərməyə çalışmışam. Yəni, şagird sosial mediyanı yoxlamadıqda, uşaq sosial mediyanı yoxlamadıqda diqqəti az yayınır və məktəbli isə tapşırıqları daha səmərəli yerinə yetirə bilir. Sonra ikinci səbəbimiz olmalıdır. İkinci bizim controlling idea, it can help them build stronger relationships with people around them. İkinci səbəbə də secondly, also, moreover, furthermore, in addition, additionally və sair sözlərlə başlamaq olar. Bu dəfə besides bağlayıcısını istifadə eləmişəm. Besides, children can spend more time communicating with family and friends in real life. Bu səbəb nədir? İkinci controlling idea var idi. Build stronger relationships with people around them. O hissəni inkişaf elətdirmişəm. Yəni, topic sentence-dən qətiyyən kənara çıxmamışam. Əlavə bir fikir, controlling idea verməmişəm. Deməli, sosial mediadan istifadə eləmək daha güclü, ətrafdakı insanlarla daha güclü əlaqə saxlamağa kömək eləyir fikrini necə verdim? Uşaqlar, deməli, beləliklə uşaqlar, ailələri və dostları ilə real həyatda daha çox vaxt keçirə bilərlər. İndi buna da nümunə verməliyik. Yuxarıda for instance istifadə elədiyimə görə bu dəfə belə bir deməli, bağlayıcı söz ifadə istifadə eləmişəm. A good example of this is having conversations or doing activities together instead of looking at a phone. Yəni, controlling ideyamız nə idi? Build stronger relationship. İkinci. Səbəb kimi nə verdim? Children spend more time communicating with family and friends. Nümunəsi də nə oldu? Having conversation və doing activities together. Yəni, stronger relationship fikrini aydın göstərmişəm də. Yəni, telefona baxmaq əvəzinə ailə üzvləri və dostlarla danışmaq və birlikdə vaxt keçirmək münasibətləri gücləndirə bilər. Bildiyiniz kimi, writingimizin növbəti hissəsində mütləq əks arqument olmalıdır. Yəni, əks arqument verməsəz, tam bal ala bilməyəcəksiniz. Əks arqumentlərdə müxtəlif cür başlamaq olar. Bu dəfə belə başlamışam. Some people believe that və yaxud verə bilərsiniz. However, some people believe that. Artıraq onu. However, some people believe that social media helps children communicate and stay connected with friends. Deməli, burada neynədik? However, some people believe that-la mövzunun əks tərəfini təqdim eləmişəm ki, yəni bəzi insanlar sosial medianın uşaqlar üçün faydalı olduğunu necə düşünürlər ki, onlar dostları ilə əlaqə saxlaya və ünsiyyətdə qala bilirlər. Bu ən bəsit əks arqumentdir, yəni ağla gəlməli olan. Bu cümlə məhz bizim paraqrafımızı balanslı eləmək üçündür ki, göstərir ki, müəllif qarşı tərəfin də fikrini nəzərə alır. Amma da ilişib o fikirdə qalmamalıyıq. Dərhal əks arqumentə cavab verməliyik. Əks arqumentə də müxtəlif cür cavab vermək olar. Tutaq ki, yuxarıda əgər belə başlasaydınız ki, some people believe that və davamı. Aşağıda belə verə bilərdiniz ki, however, I think. Amma mən bu dəfə belə bir ifadə istifadə eləmişəm. This is true. Bu doğrudur. But children can still enjoy these benefits without spending too much time online. Bu arada neyini ibdi müəllif? Əvvəlcə fikir müəyyən qədər doğru olduğunu qəbul eləmişəm this is true ilə. Amma but-la təzədən öz mövqeyimə qayıtmışam. Yəni, əks fikrimiz nədir? Social media helps children stay connected. Cavab isə odur ki, sosial mediasız da
Yəni deməli uşaqlar bir-birləri ilə əlaqə saxlaya bilər, bundan faydalana bilərlər. Beləliklə qarşı tərəfin fikrini tam rədd etməmişəm, amma əsas mövqeyini yenə qorumuşam. Sonda da nəticə, conclusion vermək lazımdır. Conclusion da müxtəlif cür başlaya bilərik. Ən sadəsi in conclusion'dır, to conclude'dur, to sum up'dır. Bu dəfə overall seçmişəm. Overall, limiting social media use can help children focus better and develop healthier relationships. Overall-la nəticə təqdim eləmişəm. Gördüyünüz kimi nəticədə yeni fikir verməmişəm. Controlling ideyamız nə idi? Improve their concentration. Improve their concentration'ı help children focus better ilə vermişəm. Və build stronger relationship isə develop healthier relationships şəklində vermişəm. İndi gəlin writing-ə bir də ümumi baxaq və görək writing-imiz hansı hissədən ibarət olmalıdır. Birinci ümumi hissə idi. Nowadays social media is a common part of children's lives. Belə bir başlaya bilərik. Müxtəlif cür başlaya bilərik. Yəni bu deməli bir başlama üsuludur da belə desək. Some people believe that-la başlaya bilərik. Nowadays many people believe that social media is a common part of children's lives və s. Sonra gəlir, bax bu hissəni bildiyiniz kimi hər writing-də mən hissələri fərqli rəngdə verirəm. Bu hissə bizim üçün olsun, deməli qırmızı rəngdə. Və bu bizim olur birinci topic sentence'imiz. In my view, children should spend less time on social media because it can improve their concentration and help them build stronger relationships with people around them. Möhtəşəm. Sonra gəlməlidir ikinci hissə. İkinci hissə nə idi? Birinci controlling ideyanı, və bu hissəni. Səbəbini izah eləmək. One important reason is that spending less time online can help children focus better on their studies. Sonra nümunə, for instance, a student who does not check social media while doing homework can finish tasks more quickly and carefully. Bu bizim ikinci hissəmiz. Writing hansı hissələrdən ibarət olmalıdır, onu göstərirəm. Bunu da mavi rəngdə verək. Sonra üçüncü nə olmalıdır? İkinci controlling ideyanın səbəbi və nümunəsi. Besides, children can spend more time communicating with family and friends in real life. A good example of this is having conversations or doing activities together instead of looking at phone. Yəni, nümunə də nədir? Telefona baxmaq əvəzinə bir yerdə söhbət eləyə və aktivitələr eləyə bilərlər. Bunu da verək biz, deməli, hansı rəngdə? Əvvəlki videolarda yaşıl eləmişik, həmişə yaşıl rəng olsun. Bəli. Sonra dördüncü hissə nə olmalıdır? Əks arqument və ona deməli cavab. Some people believe that social... biz however sözünü artırmışdıq. However. Some people believe that social media helps children communicate and stay connected with friends. This is true, but children can still enjoy these benefits. Bu faydalardan necə istifadə edə bilər? Without spending too much time online. Bu oldu əks fikir və ona cavab. Bunu da verək. Əvvəlki videolarda vermişdim narıncı rənglə. Və sonda da nəticə. Overall, limiting social media use can help children focus better and develop healthier relationships. Bu da bizim sonda nəticəmizdir. Demək, diqqət eləməli olduğumuz məsələ nədir? Baxın, writingimiz hansı hissələrdən ibarət oldu? Mövzu ümumi giriş. O olmaya da bilər, yəni. Demək, topic sentence 1, içərisindəki controlling idea. Birinci controlling ideyanı inkişaf elətdirmək, 2. İkinci controlling ideyanı inkişaf elətdirmək, 3. Əks mövqe və ona cavab, ona münasibət, 4. Və conclusion, nəticə 5.
Mən də bu videonun aşağısına linklə izah elədiyim, son günlərdə YouTube-da izah elədiyim bütün writingləri belə bu cür izahlı formada PDF faylını yerləşdirəcəm. İstəyən şagirdlər və ya müəllimlər yükləyib, çap eləyib elə də faydalana bilərlər.